Bu günləri biz Sabunçu rayonu Balxan qəsəbəsindəyik. Şəhid Elnur Dadiyev Cəlalovun evini qonaqlayıq. Tarix yazan oğullardan biri də Elnurdur. Elnur ailəsinin gözünün işığıdır. Ailəsini bayrağına, torpağına üstün tutub gedən oğullardan biridir. Bu günlərim Elnurun dostları, bacısı, anası, onunla günlərini bir yerdə, yəni xeyirli, şərli bir yerdə yaşadığı dostları bizimlədir. Onun itkisi bunlar üçün çox çətin olduğunu bilirik. Ona görə ilk öncə Elnurun anasına bir sualımız var. Biraz Elnur haqqında danışardınız zəhmət. Buyurun. Dadiyev Elnur'un anasıyım ben. Elnur'umla çok fark verdim, çok gurur duyuyorum. Elnur bizim başımızı uca elədi. Elnur bizi koyup bayrağı seçti. Vətəni seçib. Elnur evlatlarınızdan, sizin de evlatlarınız var Elnur'dan. Bəli. O nə ilə seçildi? Elnur çok yaxşı yağıldı. Çox düşüncəli uşaqdı, çox arzusu vardı. Hər sözünü mənim bilirdi. Elnur bildiyimizə görə peşə təhsili almışdı. Dərziliklə məşğul idi. Bu hərbiyə çalışa könüllü gedənlərdir. Bəs Elnur vətəninin torpağını qorumaq üçün gedəndə könüllü. Heç ona mane olmaq istədinizmi? Yox, atası təzə rəhmətə getmişdi. Çox sağ olun, zəhmət dedim elə. Səndən başqa yəni bizə baxan yoxdur da, evin böyük uşağısan, dedim ama yox, vətəni. Öz vətənini, Getdi də dalıca zəng elədim, dedim, qardaşı yağıldı, balaca qardaşı vardı. Dedim ama yox, vətənin torpağı sizə. Elnurun bacısı da bizimlədir bu günlərim. Bildiyimiz qədərilə Elnurla bir sinifdə oxumuşsunuz. Siz Elnurla adətən bacı ilə qardaş bir yerdə böyüsələr də biraz haradasa qardaş bacı üçün belə deyək, bacısını hər kəsdən qoyur. Bu günlərin bizimlə Amir qardaş da bizim yanımızdadır. Hansı ki daima onun yanında olan dostlarından biridir. Biraz Elnur haqqında Amir mənim. Mən İsmail Amir, Dadiyev Elnur şəhid qardaşımızın həm qonşusu, həm dostu. Biz kollektiv adı ilə də çıxış eləyə bilərəm. Yəni biz çox daha da yaxın olmuşuq. Elnur bizim canımız, ciyərimiz, vətən uğrunda şəhid olan qardaşlarımızdan biridir. Fəxr olunası bir qardaşdır. Elnur həqiqətən də tarix yazan bir oğlan oldu. Elnur haqqında yəni çox şeylər deyə bilərik. Sadəcə fəxr olunası bir oğuldur Elnur. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Elnur qardaşımız içərisində olmaq şəhiddir. Allah şəhidlərimizə. Dostlarından kimsə danışmaq istəyirsə Elnur haqqında buyurun. Mən hardasa 13 il, 12-13 il yəni dostluğumuz olub, həm məhəllə uşağımız olub. Yəni demək olar ki, uşaqlığımız, cavanlığımız bir yerdə keçib bizim. Yəni çox mərd oğlan idi, mərd uşaq idi. Balacasından böyüyünə məhəlləmizdə hamısı xətrini çox istəyirdi Elnur. Allah rəhmət eləsin, yəni bütün şəhidlərimizə, ailəsinə də səbir versin inşallah. Dostlarından bir sualımız var. Onun vətənpərvər olur. Vətənin bayrağını, torpağını seçərək, könüllü olaraq. Ən axırıncı danışıqlardan sizi də danışırdı da yəqin ki, şəhid olmadan öncə hər birinizlə əlaqə saxlayırdı. Mənlə saxlamışdır. Sizlə. Heç olmasa oradan bir xatirə danışa bilərsinizmi sonuncu danışıqlarınızda? Elnur şəhid olmamışdan hardasa bir həftə, 10 gün qabaq. Sən məni danışdırırsın. Hə, zəng vurmuşdu, gətirdim mamasına telefonu. Mama ilə dedi, əlaqə saxlaya bilmirəm, məndə nömrəm var idi Elnurun. Mənlə əlaqə saxlamışdı. Elnurun hardasa şəhidliyindən bir 10 gün filan qabaq maması ilə danışdırdım. Mənlə də danışanda deyirdi ki, Amil gələndə qəşəng burada xatirələrimiz olub, sizlə görüşəcəm. Yəni Elnur həqiqətən də fəxr olunası bir oğuldur. Çox sağ olun hər biriniz. Dediyiniz kimi şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin boynunun borcudur. Bu igidlər də bütün şəhidlərinin
bulanıqların burada ərsəyə gətirməkdə könüllü olaraq çalışanlardan biridir. Çünki onların xatirəsini yaşadırlar. Bugünkü günü biz Elnurun ailəsinə Zaur müəllimin köməkliyi ilə gəlmişik. Bu günlərim şəhid Elnurun evində olmamıza və onun jurnalının ərsəyə gəlməyində Zaur qardaşımız bizə dəstək oldu. Anamız üçün belə bir jurnalın yaranması, onlar üçün gücünü çatan belə bir jurnal. Bugünkü günü ərsəyə gəlməyində də Zaur qardaşımız şəhid bulaqlarının tikilişində sizlərlə bir yerdə çin-çinə çalışan Zaur qardaşımız olmuşdur. Mən fəxr edirəm ki, belə vətənpərvər oğullarımız var. Şəhidlərimizi hər yerdə tanıtmağa çalışırlar. Biz Zaur qardaşımızı başqa bir sahədə tanımışdıq. Zaur qardaşımız şəhid ailəsinin çəkilişini bizə önərdi. Yəni, burada ailəsində çəkiliş olmalı dedi. Yəni, biz də yaxınlaşdıq. Qürur duyuruq ki, bu cürünə vətənpərvər oğullarımız var. Sağ olun ki, şəhid ailələrin bulaqlarını birliyi olub, əl birliyi ilə tikmişsiniz, yaratmışsınız. Biz də anıya, Zaur müəllimə, əgər icazə verəsi varsa, biz təqdim edək. Şəhid anamıza, Azad İldir yayın olaraq biz bunu sizə onurla təqdim edirik. Zaur müəllim, bir kəlmə də siz buyurun. Elnur, mənim gözümün qabağında böyüyən uşaq olub, müəllimimizin uşağı olub. Çox nizamlı, intizamlı, xasiyyəti gözəl, böyük kiçik yerin bilən, ümumiyyətcə dostları arasında seçilən bir oğlan olub. Onun haqqında nə qədər danışsaq azdır. Yəni, elə oğullarımız çoxdur bizdə, amma Elnur da özünə görə, yaşına görə çox dərin düşüncəli, dünya görmüş, dünya görüşdü, nə bilim, dost yoldaşı uğrunda canından keçən bir oğul idi. Allah rəhmət eləsin. Biz onunla fəxr edirik. Şəhidlərimizlə fəxr edirik, Elnur da onun içində olmaqla. Necə deyim, böyük kiçik yerin bilən oğul da, yəni, mən ondan yaşda 1-2 yaş böyük olmuşam, amma o 1-2 yaşa görə heç vaxt mənim sözümdən çıxmayıb, bir qardaş kimi fəxr edirik biz Elnur'la. Ən uca zirvələrdən bir zirvəyə ucatdı Elnur sizi, şəhid anası. Şəhidlərimiz ən uca zirvədədir, hər kəs bunu bilir. Tək Azərbaycanda deyil, Azərbaycandan kənarda bayrağımızı şəhidlik adını uzatdılar. Hansı qapıya bu günlərin geçsəz, şəhid anası deyəndə hər kəs ayağa qalxır. Fəxr edirik ən uca zirvəyə. Bugünkü günü şəhid anaları öz evlatları sayəsində bütün dünyada tanınır. Çünki onların evlatları şəhid anası olmaq hər adama qismət olunur. Bunu hər kəs bilir. O uca ad heç kimə qismət olunur. Şəhid anaları ən uca zirvədədir. Mən bu günlərin fəxr edirəm ki, şəhid ailələrinin yanında oluram. Çox sağ olun sizdir qardaşlarım. Və burada şəhidimizin gözəl bir gülşəsi var. Onu da anamın icazəsi ilə çəkmək istəyərdik. Şəhid Dadiyev Elnur qardaşımızın gülşəsidir. Burada döyüş xatirələri olan şəkillər, diplomlar, təşəkkürnamələr, medallar, şəhidlər haqqında kitablar, şəhid qardaşımızın atası ilə olan son şəkilləri, gözəl gülşəsi. Birinci